Hər kəs salamlayıram. Dostlar, əgər sinə əzələsinə 6-7 hərəkət işləyirsənsə, yəni ya 5-6 hərəkət, o demək deyil ki, sənin niyyətin onu böyütməkdir. Düzdür, elə insan var ki, 6-7 hərəkət işləyir ki, yəni ora sinə əzələsi böyüsün. Xeyr dostum, yəni şəxsən mən misal üçün sinə əzələsinə 6 hərəkət işləyirəm, maksimum 7 hərəkət. İndi deyərsiniz niyə? Yəni sinə əzələsini böyütmək üçün 6-7 hərəkətə ehtiyac yoxdur. Yəni 2 hərəkət bazı hərəkəti yəni kifayət eləyir. Yəni əsas hərəkətə ştanqa ilə. Amma qalan hərəkətlər hamısı izolüş hərəkətlərdir. Və bir də ki, bu sinə əzələsini formalaşdırmaq çox çətindir. Yəni sən bazı elədin, bitirdin. Bunun üst hissəsi var, aşağı hissəsi var, yığmaq hissəsi var, yəni orta hissəsi var, yan hissəsi var. Elə mən saydım belə elə 4 hərəkət izolüş bu oldu. İndi başqa ploveri demirəm və s. və ilahi. Bir də ki, dostlar, sinə əzələsi, yəni qolun arxası kimi üçbaşlı əzələ deyil, yəni xəttlər və s. Bu küt bir dənə əzələdir. Yəni toyuqda nə oldu? Toyuğun döşəti. Bu da həmçinin elədir. Yenə deyirəm dostlar, əgər sən 6-7 hərəkət işləyirsənsə, sən o böyütmək niyyəti ilə işləmə dostum. Yəni forma düzəltmək, yəni sinədə çox çətindir. O niyyətlə işlə. Bir daha söylürəm ki, sinə əzələsini formalaşdırmaq çox çətindir. Necə ki deyirlər, xətt filan olsun. Bax, eyni bir şeydir. Bir daha söylürəm ki, çalışın, yəni texnikaya üstünlük verin ki, nəticə gözəl olsun. Hər kəsə uğurlar.